Aha. Abandon dedik ki her ne oldu? Tərk etmək. Etmek, boşlamak. Sinonimi terk etmek, dönmek. Delay, Ne? delay deyil. Ne o? Leave var bir, hə, tərk etmək. Leave, left. Religion. Religion. Aa, Religion. Islam religion. Christian religion. öl Din değil mi? ölkələr. Hə, din. Necə? Religion deyil. Din. And in favor of. In favor of. Uğruna, lehine. Yani bak burada ne değil? In favor of wealth and fame. Fame nedir uşaqlar? Hamısını bir yazmışdım. Şöhrət. Şan şöhret. Sinonimi neydi fame sözünün? Glory. Glory. And wealth? Dəyər. No. Wealth, Zənginlik. zenginlik, var dövlət. Richness. Hı. Richness. Donate sözü. Burada vardı. Donate 1 million. Donate. To give, Bəxş etmək. to give money to the needy people. Hətta ehtiyacı olana pul vermək kimi. Pul bağışlamaq. Hə də bağışda bulunmaq. Türklərdə yaxşı bir şey ifadə var, bağışda bulunmaq. Hı. Pul bağışlama, ianə vermək. And contribute, contribution, contribute to, contribution. Töhfə vermək. Contribute to, töhfə vermək. Contribution, töhfə. Bəs türklərdə bir ifadə var, katkıda bulunmaq deyilir. Katkıda bulunmaq, kömək etmək kimi. Will isim burada nədir? Will bildiğimiz Bizdə gəldi. iradə kimi də var. Ne var? İradə mənası. İradə burada ama başqa mənadadır. Vəsiyyət. Biz vəsiyyət. Belə şey başqa da award falan bilirik. Bir də bu cavablarda hə in comparison with compare. Compare neydi? Müqayisədə. Bəli, müqayisədə approve. Təsdiqləmək, qəbul etmək. Sinonimi də Accept. no, conform. Confirm. Conform. Conform daha doğrusu yazılır. Conform. İndi suallarınızı verin. Kimin səhvi var burada? 11.3-ə baxaqdan. Bax diqqətli ola. In comparison with the present time. Bax burada çaşdırır sizi. Present indiki zamanda bildiyimiz kimi. İndiki zamanla müqayisədə the winners, qaliblər of the prize used to receive a gold medal. Tək anlamır. Burada used to. Keçmiş zamandadır. Yəni qızıl medal alardılar. Keçmişdə alardılar da. Burada isə əksinə deyir ki today the winners of the prize receive a gold medal. Bugün alırlar. Ama burada used to receive. Geçmişte alırdılar değil. Bildim. Aydındır. Geçmişte ne alırdılar? The prize was originally for $500. Geçmişte 500 dolar idi sadece. 11 noktalarda kimin sualı var başka? Əgər heç kimdə yoxsa 13-ə baxaq. 13-14-dən. 14'ü dedik bayaq bak yadında ne şu Hə, olaydı. hə, düzdür. 13-ə. 13'te uşaqlar. 13'te. 13-də orada cümlə var axı, D variantı. Ha, bilirəm, Xızı çox bir. adam deyini yazıb. Bax, burada the sun ardını tamamlamalıyıq. The sun burada bu qara hərflərlə verilmiş hissənin altında adını çəkir. Narpozum ki, bizi çaşdırmasın. Deməli, bax, the sun. Biz həmişə bu cümlənin ardını əslində özünə soranı oxumalıyıq. Bax, deyir ki, ama buranı da mütləq oxuyaq. Pulitzer himself soon became the basis for attacks from competing newspapers who were jealous of his success. Der Pulitzer özü became oldu the basis for attacks. Hücumlara məruz qaldı da, hücumların hədəfinə məruz qaldı. From competing newspapers. Onun deyir success uğrunu jealous qıskanan competing newspaper, rəqib qəzetlərin hücumlarına məruz qaldı. In one such case, belə bir örnəkdə
Bayaq da bunu soruşurdum dərs bitdi. In one such case, yəni nümunə olaraq example kimi qeyd edib. Bunlardan biri də belə bir örnek misal olaraq Charles Anderson, publisher of The Sun. The Sun qəzetinin nəşriyyatçısı Anderson painted Pulitzer. Pulitzer'i çizdi, təqdim etdi. As a man who had abandoned his religion in favor of wealth and fame. Atsan və zənginlik uğruna dinindən dönən biri kimi Pulitzer'i təqdim etdi. Kim təqdim edib? The Sun qəzetinin nəşriyyatçısı Charles Dickens. Charles Anderson. Deydə bax deyir ki, əksinə The Sun was a paper. The Sun o qəzetdir ki, whose publisher abandoned his religion. Kimin ki nəşriyyatçısı öz dinindən dönüb. Dinindən dönən Charles Anderson değil axı. The Sun qəzetinin nəşriyyatçısı deyil. Nəşr edəni deyil. Kim idi? Kimi təqdim edib belə? Əslində Charles Pulitzer'i belə təqdim edib bizə. Başa düşdün? Ha, bildim. C variantı hardadır? Was one of the Enways newspapers competing with the world. World burada dünya kimi getmir ha. Dünya kimi getsə böyük hərflə yazılmazdı. The World burada Pulitzer'in qəzetinin adıdır. Baxın. The World. Hmm. The World Campaign. Görürsünüz deyir bu The World qəzeti. Ha, bax onun most famous was in New York World. Onun ən məşhur qəzeti New York World idi. Və burada da görürsünüz deyir ki, Pulitzer onun uğurunu qıskanan competing newspapers, rəqib qəzetlərin hücumlarına məruz qaldı. Burada da onu deyir, The World ilə competing, yarışan paxıl qəzetlərdən biri idi. Oradakı Enways burada Jealous'la əvəz, daha doğrusu Jealous burada Enways'la əvəz edilib. Aydındır? Bəli. Nədən bildik ki, rəqib qəzetdir? Çünki deyir ki, rəqib qəzetlərin hücumlarına məruz qaldı. Sonra ardınca da deyir ki, in one such case. Bunlara nümunə olaraq Charles Anderson'ın The Sun qəzeti. Sonra bu mətndə başqa sual olan 15-də var sual olan. Məndə 17-dən 8-dir. Mətndə 15-ci sual. 15-də nə yazmısan Fədayım? 2, 4 yazmışdım sizə. Sən tamamilə olanları götürmüsən. Bizdən isə have no answer, cavab olmayan istəyir. 2-də cavab which newspapers supported the rights of the working man? Bax, hansı qəzet support the rights, hüquqlarını müdafiə etdi işləyən insanların? Hansı qəzet? It was also a strong supporter of the rights of the working man. Bax, görsə burada bu cümlə var. It deyəndə burada hansı qəzeti nəzərdə tutur? Əvvəlki cümlədə nədən danışır? The World qəzetindən. Deməli, The World qəzeti dəstəklədi. Buna cavab var bizə. 4-də isə what was Pulitzer's most remarkable contribution to the journalism? Jurnalizmə ən contribution sözünə nə dedik? Dəstəkləmək deyil, contribute. Yox. Töhfə verən. Töhfə, bəli. Orada remarkable nədir bəs? Remarkable contribution deyir. Remarkable, diqqətə layiq. Diqqətə layiq. Bax, contribution hardadır? Burada danışır da töhfəsindən. His most significant contribution. Onun significant nədir bəs uşaqlar? Vacib. Əhəmiyyətli. Ən vacib, ən əhəmiyyətli töhfəsi orada da remarkable deyir, significant, yəni səhv deyil. Töhfəsi nə idi? Heç significantın önəmi yoxdur. Töhfəsi nə idi? The establishment of the Pulitzer Prizes. Pulitzer mükafatlarının təsisi idi, əsasının qoyulması idi. Yəni bizdən də soruşduğu nə idi? Pulitzer'in töhfəsi nə idi jurnalizmə? Pulitzer mükafatının əsasının qoyulması idi. Bax, biri çox vaxt çox tələbə cavab kimi götürür. Yəni düşünür ki, burada cavab var. Düzdür, burada prizlərin sayını deyil, amma sırf in the field of feature writing. Feature writing nə idi? Orada türkçə yazmışdım. Çünki Azərbaycanda düzəməldə onun mənası yoxdur. Deyir, köşə yazısı, köşə yazarı deyirlər ha türklər. Elə bir şeydir. Bizdə söz zənginliyi azdır deyə. Sırf bu sahədə, feature writing sahəsində prizlər nə qədər idi? Prizlərin sayını bir jurnalizm də göstərir. 14 prizes in journalism. 14'ü jurnalistikada, 6 prizes in letters, məktublarda 6 priz, and 1 prize in music, musiqidə də 1 priz. Feature writing'in adını sadəcə burada çəkir. Burada da heç bir priz sayını göstərmir bizə. Ona görə də diqqətli olun.
Aydındır. Bir də ki, bu cümlədə var əslində. Pulitzer choose to work in the Midwest. Amma deyir, why, niyə? Çox hallarda neydir? O cümləni mətndə görürsən, amma niyəsini vermir. Niyə? Səbəbi nə ilə ifadə etməlidir bizə? Həmən cümlədən əvvəl ya da sonra because deməlidir. Because, as, səbəb bildirən bağlayıcılarımız. Bax, burada var, bəli. He spent his career in journalism working in the Midwest. Midwest, Orta Qərbdə yaşayaraq, Orta Qərbdə işləyərək jurnalistikada karyerasını keçirtdi. Amma ki, niyə? Ardınca demir axı niyə. Sonra başqa bir cümləyə keçir. Gəldik qrammatikasına. Deyin indi suallarınızı. 17-18 var. Deməli, bax, bu neçə dəfə düşüb öz imtahanım. Zamanlarla bağlı testlərdə bir ipucumuz zaman zərfləridir. Burada yoxdur. Digər ipucumuz bağlayıcılardır. When, while, till, until, after, before. Onlar da yoxdur. Bağlayıcılardan sonra hansı zamanlar atırdıq uşaqlar? Have, has, had olan. Bir də Would, will-lə would. will, would. Bunlar da yoxdursa, onda zaman uzlaşmasına baxırıq. Keçmiş zaman olan yerdə indiki və gələcək olmaz. Məsələn, bu did keçmişdi, is indiki. Sonra bir də C-də did keçmişdi, has indiki. Bir də Y-də pozulub. Had keçmişdi, has indiki. Qaldıq A-la S-nin, A-la D-nin arasında. Burada bir dənə fərqə baxaq. Fikir verin, bu vozlar yerindədir. A-da birinci tərəfə had realized, keçmiş bitmişdə verib, ikinci tərəfə happened, indiki bitmiş, indikini bitmir. Sadə keçmişdə, D-də də onun tam əksi. Ümumiyyətlə bu tip testlərdə uşaqlar %99 az, %1% ehtimal var ki, tərsi çıxsın da. Hər zaman birinci tərəfi ard-arda 3 dənə fiil verirsə bizə, hər zaman ilk ikisi keçmiş sadə olur, sonuncusu hədlə ifadə olunur. Çünki keçmiş bitmişlə, keçmiş bitmişin quruluşu nədir uşaqlar? Had, participle to, past perfectdir. Keçmiş sadə necədir? Fiilin sonunda ya idi şəkilçisi ya da kökündən dəyişən fiil. Bu ikisini fərqləndirməyə yolu odur ki, ikisi də keçmiş zamandır. Amma o hərəkətlərdən hansı ən birinci olubsa, o həddən ifadə edilir. Daha sonra baş verən hərəkətlər keçmişdə, past simple ifadə olunur. Yəni sadə keçmişdə. Və burada da tərcümə cəhətdən də baxanda bir müddət deyir, he didn't realize, she didn't realize, o anlamadı. Where she was, harda olduğunu, and what had happened, nə baş verdiyini anlamadı. Birinci bir şey baş verib, sonra xatırlayırsan, düzdürmü? Daha doğrusu sonra bunu anlamağa çalışırsan. Ən birinci hərəkətin baş verməsidir. Ona görə happened feilini hədlə ifadə edirik. Digər feilləri isə sadə keçmişdə. Aydındır? Yəni, bu ipucu olaraq belə baxa bilərək, necə dedim, ard-arda bu cür 3 feil verib, eləcə də belə də başlaya bilərdi. When budaq cümləsini. İlk iki feili çox hallarda past simple-da, sonuncusu past perfect olur. Heç vaxt ilk feili hədlə ifadə edib, sonrakıları keçmişlə ifadə edilməz. Başa düşdünüz? Ya da tərcümə etsəz, kiminki tərcümə qabiliyyəti yüksəkdirsə, o hərəkətlərdən hansı ən birinci olubsa, onu hədlə ifadə edirik. Sonraki hərəkətləri sadə keçmişdə. Aydın hər kəsə? Bəli. 18-də passive voice-ə çevirmək. Bura ən rahat. Cümləni məçhul çevirəndə ən birinci nə edirik? Cümlənin mübtədasını atmalıyıq. Burada 2 dənə cümlə var da, zətə qədər bir cümlə, zətdən sonra bir cümlə. Fikir verirsiniz, hamısında birinci tərəfi dəyişməyib. Ona görə bura baxmırıq. İkinci cümlədə somebody mübtədada atırıq. D getdi, Y getdi. Sonra ikinci ən əsas zamana diqqət edin, zaman dəyişilmir. Had told. Hansı zamanda dedik bu? Hansı zamandır? Past, had participle to bayaq dedik axı. Past perfect. Uşaqlar, mən bir şey soruşanda xahiş edirəm, cavab verin. Deyir, mən də insanım, dayanmadan danışın. Arada bir siz də mənə dəstək olun, siz də danışın. Had participle to, keçmiş bitmiş zamandır. Və məhcul necə olur? Hadin. Hər bir zamanın öz məhcul quruluşu var. Had, been, Had ing nə? participle to.
Had been Okay. possible to. Belə olmalıdır, düzdürmü? Orada C-də hasdır, zamanı dəyişib. B-də də hədin bini yoxdur. Deməli, qaldı A variantı. Aydındır? Bəli. Xəbər bax, has been, has told olsaydı, has told. Hansı zaman olardı? Ee, indiki yox. İndiki bitmişdə present perfect. İndiki bitmiş mi? İndiki bitmişin məhçulu necədir bəs? Bu zamanın məhçulu. Have has participle to. Have has been. Hə, participle to this. Participle to. Xəbər told keçmiş sadə zamanda olsaydı, keçmişin məhçulu necə olurdu? Necə? Keçmiş sadə zamanın məhçul növü. Past simple'ın məhçul növü. Was were participle to. İndiki sadə zamanın məhçul növü necə olur? Məsələn, dev sadə formada olsaydı, tal ya da tells olsaydı, məhçul növü necə olacaqdı? Amizar. Amizar Participle to. participle to. Yəni əmizar, is told, are told belə olacaqdı. Xəbər will ilə ifadə olsaydı, gələcək zaman olsaydı, məhçulu necə olardı? Will be. Will be. Participle to. 19'da uşaqlar careful nə deməkdir? Diqqətli, talented, istedadlıdır. Bir-birinə əlaqəsi yoxdur elə bu Bəli. variant. Careful'un bir diqqətli mənası var, bir də ehtiyatlı. Hə. Ehtiyatlı kimin sinonimləri nə idi? Necə? Ehtiyatlı kimin? Mən warning gedə bilər müəllimə. Warning. Diqqət gedirdi o da elə. Xeyr, Yəni warning xəbərdarlıq. xəbərdarlıqdır. Warning xəbərdarlıqdır. Warning xəbərdarlıq deməkdir. Bu tamamilə başqa bir şeydir. Careful, prudent, əvvəlki lüğətlərimizdə də var idi. Cautious, ehtiyatlı, tədbirli. Xatırlayırsınız bir dənə şey mətnində var, precaution. Futbol mətnində də var idi. Bilmirəm, yadımda Tədbir, deyil. precaution, ehtiyat, tədbir. Precise, what is precise? Precise. Dəqiq. Dəqiq, sinonimləri elə accurate. Accurate. Yes, biri də var idi. Biz öz dilimizdə də Exact. exact. Bu Exact. exact deyilsə dəqiqliyidir əsasən, amma dəqiq insan deyil, punctual. Bir də punktual biz də deyirik ya. Punctual. Sonra domestic. Bu evcil deyil, domestik. Domestic animals deyəndə əhliləşmiş, bəli, əhliləşmiş heyvan. Hə. Mən punctual nə dediniz müəllimə? Punctual dəqiqdir. Punctual. Dəqiq. Domestic animals deyəndə əhliləşmiş demək istəyirik, amma domestic həm də yerlidir. Yerli nədir başqa sinonimi? Yerli. Aha. Nəçi? Local. Lokal. Hə, lokal. Local, yerli. Hə. Bəs competent, skillful sinonimdilər. Competent. Bacarıqlı. Bəli, səriştəli, bacarıqlı. Başqa sual olan qaldı burada. Onda mən incompetent nə idi bəs müəllimə? O dediyinizdə, Y variantınızda. Competent səriştəlidirsə, bacarıqlıdırsa, incompetent nə olacaq? Bacarıqsız. Əgər sifətin qabağında in, ir, il, im, dis kimi prefikslər varsa, onu O da antonimlə deyir də müəllimə. Bəli. Antonimlərdir. bizdən də səhv antonim istəyir. A-da careful ehtiyatlıdır, talented istedadlı. Fərqli bir ifadələrdir. Yəni nə antonimdilər, nə sinonim. Ona görə də A variantıdır. Uşaqlar, indi 2022-nin dinləməsini ekrana verirəm. Daha doğrusu 2021-in B variantı. Onu oxuyursunuz. 3 dəqiqə 20 saniyədir. Biraz səsi yavaş çıxır, ətrafda çalışın, heç kəs olmasın. Yox da axı onu ekran verməmişsiniz. Səbirli ol da bir Vüsal, gətirirəm də ekranı. Çox səbirsiz. Siz oxuyun diqqətlə. Bax, burada 4-cü suala diqqət edin. Deyir ki, put the various dream jobs in chronological order starting from the very beginning to the present. Yəni, bu sualın məğzini başa düşək. Nə deyir? Deyir ki, Warren'ın dream jobs, xəyali işlərini chronological order, yəni xronoloji ardıcılıqla düzün. Yəni, keçmişdən
indiyə kimi. Yəni ən birinci hansını dedi, sonra hansını, sonra hansını, ən axırıncı hansını. Keçmişdən indiyə kimi hansı işlərin adını çəkibsə sırayla sıralamasını düzgün yazmalısınız. Buna diqqət. Bildim. Və bir də ki, burada hansı sual idi? Bir kimsə soruşmuşdu məndən. Heç bu suala cavabdır. What kind of musician did Warren want to be? Necə bir musiqiçi olmaq istəyirdi? Bu ardını tamamlamadı. Heç burada da yəni düzgün, Warren haqqında düzgün yekun nəticəyə gəlirik də, yəni düzgün cümləni seçirik. Diqqətli olun. Çaşdırıcı məqamlara xüsusi diqqət. Oxuyun. Səsləndirilmiş uşaqlar. Bəli. Başladıram. Hey, Warren. Hey, how's it going? Good. I Hadi. thought today Çox zəif çıxıram hə. Elə bir ki, kənardan Bəli. səs gəlirmiş kimi də bilmirəm də. Bir saniyə. Ben baxın. Görüm səs tamdır. Yəni qulaq asam. we could talk about childhood dreams. When you were 10 years old, what did you want to be when you grew up? Right. Well, actually, it's a little Eşidə bildiniz normal. Məncə oğlanın səsi yaxşı çıxır. Əsas da bizə oğlanın səsi lazımdır. Çünki suallar elə onun səsindədir. Eşidə çıxır. Oğlan səs İndi qulaq asın bir dəfə. Əgər ki, tam eşitməsəz, ikinci dəfə mən oxuyaram. Başladıram. Hey, Warren. Hey, how's it going? Good. I thought today we could talk about childhood dreams. When you were 10 years old, what did you want to be when you grew up? Right. Well, actually, it's a little embarrassing. I wanted to be a truck driver. I thought it'd be really neat because you can just travel around everywhere and see different places all the time, and you're always on the move. But, you know, I didn't become a truck driver. No, you didn't become a truck driver. Why is that? When did your dream change? Well, probably when I was around 15, I thought it would be a lot cooler to be a rock star.
Rock star. Yeah, rock star. I really liked electric guitar at the time, and a lot of my friends were into music as well. So I didn't actually start a band, but I played with a lot of different people, and sometimes I would play with some bands, but I never really stuck to it. But I did keep playing guitar, and I ended up getting pretty good. What kind of rock star did you want to be? Did you want to be like a heavy metal rock star or a grunge rock star? Well, I guess versatile would be the word. I like playing a lot of heavy stuff, and maybe some folk music as well. So kind of eclectic So sound. maybe a hippie rock star? Yeah, maybe a hip. So then when you were 20, did you still want to be a rock star? No, I didn't, but I still played guitar then. I actually wanted to be a classical guitarist by then. Okay, what is classical guitar? Well, it's funny you say that because it's not just classical music. Classical guitar is, for one thing, it's a type of guitar. It has nylon strings, not the steel strings like you see on a folk guitar. Okay. And there's different styles you can play on it, like Spanish music or flamenco, South American music, some classical music like Beethoven and things like that, or Baroque music like Does it Bach. have a singer with it, or? Sometimes there are singers. Usually it's solo, but you can play some chamber music with other instruments as well. And yeah, I played some pieces with vocalists, but it wouldn't be pop music. And so now you're older. Did your dream come true? Did you become a classical guitarist? I did, but I actually decided to change my dream after I became a classical guitarist. So what's your dream now? Well, my dream now is to become a university professor. Oh, and are you making steps to achieve that dream? I am actually. I'm working at a university now, not as a professor, as a part-time lecturer, but I'm taking some courses and studying hard and hoping that my future will allow me to become a professor. Okay, well, unless you change your dream again, I bet you'll achieve your dream, Warren. So good luck. Oh, great. Thank you. Hey, Warren. Hey, Uşaqlar eşidə bildiniz? Hə, mənim eşidilir. Hə, sonda yenidən baxın səsləndirirəm sonra. Mənim ekrana nəsə gəldi. Bir saniye düzəldirəm. Başladıram yenə. it's going. Good. I thought today we could talk about. Hey, Warren. Hey, how's it going? Good. I thought today we could talk about childhood dreams. When you were 10 years old, what did you want to be when you grew up? Right. Well, actually, it's a little embarrassing. I wanted to be a truck driver. I thought it'd be really neat because you can just travel around everywhere and see different places all the time, and you're always on the move. But, you know, I didn't become a truck driver. No, you didn't become a truck driver. Why is that? When did your dream change? Well, probably when I was around 15, I thought it would be a lot cooler to be a rock star.
rock star. Yeah, rock star. I really liked electric guitar at the time, and a lot of my friends were into music as well. So I didn't actually start a band, but I played with a lot of different people, and sometimes I would play with some bands, but I never really stuck to it. But I did keep playing guitar, and I ended up getting pretty good. What kind of rock star did you want to be? Did you want to be like a heavy metal rock star or a grunge rock star? Well, I guess versatile would be the word. I like playing a lot of heavy stuff and maybe some folk music as well. So kind of eclectic So sound. maybe a hippie rock star? Yeah, maybe a hip. So then when you were 20, did you still want to be a rock star? No, I didn't, but I still played guitar then. I actually wanted to be a classical guitarist by then. Okay, what is classical guitar? Well, it's funny you say that because it's not just classical music. Classical guitar is, for one thing, it's a type of guitar. It has nylon strings, not the steel strings like you see on a folk guitar. Okay. And there's different styles you can play on it, like Spanish music or flamenco, South American music, some classical music like Beethoven and things like that, or Baroque music like Does it Bach. have a singer with it or Sometimes there are singers. Usually, it's solo, but you can play some chamber music with other instruments as well. And yeah, I played some pieces with vocalists, but it wouldn't be pop music. And so now you're older. Did your dream come true? Did you become a classical guitarist? I did, but I actually decided to change my dream after I became a classical guitarist. So what's your dream now? Well, my dream now is to become a university professor. Oh, and are you making steps to achieve that dream? I am actually. I'm working at a university now, not as a professor, as a part-time lecturer, but I'm taking some courses and studying hard and hoping that my future will allow me to become a professor. Okay, well, unless you change your dream again, I bet you'll achieve your dream more. So good luck. Oh, great. Thank you. Yoxlayaq da məndən. Ha, uzun idi diye özüm şeyledim, vaxt verdim. Tabi yoxlayaq bunu da. Yo, herkes yazdı. Yəqin ki, daha 7-8 dəqiqədir qulaq asırıq. Yoxlayalım. 21'in B'si. Şimdi. Başdan ayağa deyirəm, yoxlayın. 1D, 2S, 3S, 4B, 5S, 6.1, A, 2B, 3A, 4B, 7A, 8D, 9S, 10 sadəcə bir. Əslində imtahanda uşaqlar ki, cavab çox, həmin il 2 ya da 3 dənə cavab olur axı. Həmin il prosta kitabçalar verilmirdi. Suallar çox çətinliklə əldə olunurdu ingilis dilindən. Çünki müəllimlərdən deyim, onlar heç kəs girməmişdi imtahana. Ona görə nəsə əskiklik var deyə bu sualda tam yaxşı. Ona görə sadəcə 1-dir burada. 11.1 A, 2B,
3B, 4B, 7S, yok 7 diyelim, 12S, 13A, 14S, 15, 1, 2, 4, 16A, 17A, 18A, 19A, 20A. Dinləmədə kimin səhvi var? 2 də səhv çıxıb məndə. Deyirəm. Bəsmə, bu çətin desəm dinləmə oldu. Bir düzüm var. Yo, əksinə asan idi. Mən fikirləşirəm, amma 2-də, 2-də bax, burada rockstar haqqında sadəcə bu cümləni deyir orada. Deyir ki, bura göy hərflərlə yazmışam. When I was around 15, I thought it would be a lot cooler to be rockstar. Deməli, 15 yaşım olanda düşünürdüm ki, it would be a lot cooler to be rockstar olmaq daha cool, daha yaxşı olardı da. Yəni cool nədir? Daha yaxşı, belə cool bir şey deyil. Dəba fikir ver. Thought it would be, görsən uyğunlaşır. much better. Sadəcə better, cooler yerinə better yazıb. Much, a lot da much da çoxdur. Cooler yerinə də better yazıb. Aydındır? Bir də ki 3 də multi-talented demir. Axı neçə dəfə qulaq asıram, orada Huey deyir də. Bəli, multi-talented demir. Multi-talented sözünü mən lüğətə yazmışdım sinonim ki, şeydir, dinləmədə fərqləndirə biləsiniz. Versatile deyir. Bu arada şey belə keçir, dialoq belə keçir. Üçü, what kind of musician did Vara want to be? Necə bir musiqiçi olmaq istəyirdi? What kind of, necə bir? Bu orada da bax soruşur. What kind of rockstar did you want to be? Necə bir rockstar olmaq istərdin? Did you want to be like a heavy metal rockstar or grunge rockstar? Heavy metal rockstar, yoxsa grunge rockstar olmaq istərdin. İndi o terminlər dadlarıdır. O da qeyd edir ki, I guess versatile would be the word. Düşünürəm ki, yəni versatile, multi-talented'ın sinonimdir. Yəni hər tərəfli, çox müxtəlif tərəfli. Yəni hər birindən də, yəni sırf biri yox. Başa düşdün? Demiyor olmuş ki müəllimə. Əgər lüğəti oxusaydınız, Vüsal, orada multi-talentedlə versatile sinonim yazmışdım. Yəni qısacası cavabda versatile sözünün sinonimini multi-talented deyir. Sırf cavab Bəs olan müəllim belə olur dinləmələrdə. Fərqli söz yazsın, sinonimi yazsın. ola bilər, hə. Deyək, bəlkə düymədə var idi. Ola bilər. Bax, məsələn, o suala cavabda fikir ver, qız 2 dənə rockstarın adını çəkir. Heavy metal rockstar, bir də grunge rockstar, düzdür? Heç burada elektrikin adını keçmir, opera singer ümumiyyətlə dəxilsizdir. Siz yəqin ki, ya A ya da D arasında qalardınız, amma cavabda onun heç birini demir, axı demir iminlə grunge, demir iminlə metal ya da başqa birisinin adını çəkmir. Deyir versatile. Versatile də multi-talented'in sinonimidir, müxtəlif tərəfli. Aydın oldu? Müəllim 1-lə 5-ə baxa bilərik. Birdə də suala cavab olan istəyir. Which of the following question does the passage answer? O da dedi. What did Warren want to be when he was 20? 20. 20 yaş olanda nə olmaq istəyirdi? Qız soruşur. When you were 20, did you still want to be a rockstar? 20 yaşın olanda deyir, hələ də rockstar olmaq istəyirdin. Warren da deyir, no, I didn't. Xeyr. But I still played guitar then. Hələ gitar çalırdım. I actually wanted to be a classical guitarist by then. Sonradan da klasik gitarist olmaq istədim. Deməli, bu suala cavab ver. Qız soruşur, 20 yaşında olanda nə olmaq istəyirdin? O da deyir, klasik gitarist. Belə. A-da nə səhv var? A-da deyir ki, nə belə. vaxt? Bizə cavab olan istəyirdi. Yəni, aya cavab yoxdur. Deyir ki, sonuncu dəfə nə vaxt klasik gitar çalmışdın?